Tanınmış tiktoker Baboşun Arzumla bağlı yaşadığı emosional anlar sosial şəbəkələrdə geniş müzakirə olunur. İddialara görə Baboş hadisədən sonra özünü çox pis hiss edib, göz yaşlarını saxlaya bilməyib və bu səbəbdən də planlaşdırdığı bir neçə canlı yayımını aça bilməyib. Ben düzdür. Allah kapısını açsın. Allah ona tez yok. Tez sağ-salamat evinə çatdırsın. Uşaqları yazıqdır. Allah'ım ben arzuna düzdür. Çörək kəsməmişəm, oturmamışam. Sadece TikTok'ta görmüşəm, o da məni. Ama çok pis olmuşam. Bir insan kimi ürəyim dözməyib, İmam Haqqı ağladım. Yığdım Vəfanı, gördüm ki Vəfa məndən qabağa ağlayır. Kayıtları qabağıma çıxır, ağlayıram. İnsan ürəyidir. Musiqində qoyurlar, adamlar pis olur. Siz bəzilərinizi ağlamaya bilərsiniz. Tutulduğu yazı sevinə bilərsiniz, amma mən sevinmirəm. Bir insanın tutulmağına, pis günün ömür boyu sevinmirəm. Mən hatta ağladım. Mənim ondan hiç belə yoldaşlığım yox idi, Ailə xanım. Ondan çörək yiyəm, oturam, duram, heç ömür bu, amma çox pis oğlanım. Pis oldum, dəhşət çox pis oldum. Mən nə deyə bilərəm işte uşaqlar? Mən niyə bilərəm? Dua da elədi, izləyicilərimə dedim, səhər dua da eləyək, məhkəməsidir. Amma siz də hamımız bilirik ki, qanun şart. Qanun nə tələb ediyor? Hamımızın boynumuz qanun karşısında kıldan incəlir. Ne kadar zalim, qəddar olasan ki, elə sevinəsən. Amma sevinənlər var. Hətta prim yığanlar belə var. Ay Allah, necə də nə bilməyim Allah. Bu canlı qalxanda nə olur görəm? Tutaq ki, orada 6000 insan var, hə, nə olsun? Ne bileyim, insanlar başa düşmüyor. Gah belədirlər, gah belə. Salam. Ne bileyim niye yazırlar. Aşağıda mənim çatımda elə yazmayın da, xahiş edirəm. Yoxsa bizə səssizə gedəsiniz. Biz nə qayra bilərik ki? Niyə bilər? Əlimizdən nə gəlir? Heç nə. Pis olmuşam da, pis, çox pis. Allah'a qaldım. Hətta dünən PKD'də dedim, mən o PK oynamıram. Ham ağladı. O kadar insan pis olur ki. Ham ağladı. Niye ağlayır? Kim ağlamayıb ki? Ham ağlayıb. Evdedir. Bakma. 5 il, 2 ay az bir şey değil. Allah səbir versin yazıq kız. Yayın günü. Tamam.
İndi hər nə səhv olsa da, cahil olsa da cahilliyi var idi. İndi insan da bilməyib. Bilərəkdən eləməyi var. Hamı səhv olur. Səhvsiz insan yoxdur bu dünyada. Hapşey! 4 dənədir, uşaqlar 5 dənədir. Yumurta da çox balacadır be. Deyim, balacalarını götürdüm. Mənim səhər yeməyimdir. İsti olur da, baxma ora. Kanser yok, bir şey yok. Yok. Ben deyim, mən elə 15 tutka yatanda yay ayıydı da. Koftamı çıxardırdım, verirdim suyun altına, orada kranda. Taxıb gelirdim üstündəki sərinliyim. İsti olurdu, istitimə baxma, yarın günü biraz insana çətindir. On beş tutka. Yemek yiyemiyorum, bir sabah tutuyorum. Yağlıyorum, çok çaylıyorum. Instagram'da var reklam nömrəm. Daboş Sıhhi Official Instagram'da tutacağım. 45 min ne kadardı? 200 min içerisinde takibim. Orada var nömrəm. Onun bir yaxın dostu var. İnşallah ona çok acıqlıyam. Heç mən birdən iki sıra onunla danışmamışam. Ama onu hiçbir zaman bağışlamayacağım. İnşallah vicdansız diyar. Eğer bir gram vicdanı varsa. O yedi Arzu'nun başına. İndi de rahat olsun. Satqın.
Yazdılar da Leyla xanım. Orada yazdılar. Yəqin hansısa moderator sabit deyil. Türkçü mahallesi var idi. Göz nəfsinə bir şeymiş ha. Allah haqqı düz deyil, mən döyü çolpalarımı göstərdim becə. Qırıldı hamısı, 10 dənəsi birdən getdi. Bütün bağlarımı göstərdim canlıda, səhər dedim ki, öldülər. Havadan deyil, göz nəfs var. Mən acıq vermək üçün göstərmirəm, səmimiyyətdən göstərirəm ki, baxın, izləyici günü gözəldir. Satış evlərində nə adam olur ki, nə də bəxtəvərçilik yazalar. Gördüm. Adam qorxur da TikTok'da kimləsə yaxınlıq eləyəsən. Allah haqqdır. Adam qorxur.